Ala yuxuda gördüm ki az qala prezidentdən 500 dollar pul götürürəm borca. Nə? Prezidentdən 500 dollar borca? Həri 500 kağız, roşka. Ala bunun başı qarab ola be. Ala heç olmasa 520 götürərdin də. Salam uşaqlar. Ay 50 kimi salam. Davay sözünü di tezilə. Uşaqlar, mənə kömək eləyin. Hə. Notebookda məktub yazmışam. Ha. Göndərə bilmirəm. Kömək eləyin, necə eləyim göndərim? Sudadə xala, sən necə də geridə qalmış bir insansan. Daha ki, balaca uşaq bilir bu notebookdan məktubu necə göndərmək lazımdır. Bax, öyrən axırıncı dəfə də göstərim. Açırsan bana notebooku belənsinə. Aha. Açdın? Açdım, hə. Sonra belə eləyirsən. Şan. Yapışdırdın, üstünə adresi yaz, get poçta. Yaxşı, sıx buradan belə aç olmasın. Ha, Sudabe xala. Yaxşı yazma düşdük. Eşitmişəm özünə maşın almaq istəyirsən. Adız eşitmisən? Bəs maşını sürmək üçün əsas şey almısan? Əlbəttə. Sudabe xala, sən prava almısan? Prava nədir? Yadında saxla. Qadına maşın sürmək üçün prava yox. Bax, bu iqruşkalar lazımdır. Onda sən maşınla Naxçıvana getsən, sənə Sudabe yox, Sürdabə deyəcəklər. Yaxşı, bəstirin. Yaxşısı budur, mənə kömək eləyin. Deyin, görün, mən hansı kategoriyadan prava alım. Orada var A, B... Sudabe xala, hansı kategoriya alırsan al. Amma nə badə E kategoriyasını alasan.